Peşəm nələrdən məhrum etdi məni? Hər şeyə təsir etdi. Yəni bu ürək cərrahiyyəsi çox şeyimi əlimdən aldı. Bəlkə də ürək cərrahı olmayıb başqa ixtisas sahibi olsaydım, daha da, necə deyərlər, doya-doya həyat yaşayardım. Əlbəttə, yəni ki, özəlliklə cavan vaxtlarımda ayda məsələn 20 gecə növbələrim oldu Türkiyədə. Bu istər-istəməz insanın həm özümün mental vəziyyətimə, həm özümün ailə şərtlərində, yəni ki, hamı istər ki, hər gecə ailəsinin yanında olsun. Yəni hər şeyə təsir etdi. Hər şeyə təsir etdi. Yəni bu ürək cərrahiyyəsi çox şeyimi əlimdən aldı. Çox şeyimi əlimdən aldı. Bəlkə də ürək cərrahı olmayıb başqa ixtisas sahibi olsaydım, daha da, necə deyərlər, doya-doya həyat yaşayardım. Amma təəssüflər olsun ki, indinin özündə də məsələn əməliyyat etdiyim zaman xəstəmi tamamən aparatdan ayırmayana qədər evə getmirəm. Axşam 9-lara, 10-lara qədər burada oluram. Bu hamısı keçmişdə olan o şeylərin vərdişmi deyim, nə bilim, elə bir şey, bunu belə mi öyrəndim deyim. Çox şey aldı. Yəni sosial həyatımı aldı, istirahətimi aldı. Herkesin bir derdi var, durur içerisinde, durur içerisinde.